IELTS derslerine devam edirik. IELTS Listening Section 1, IELTS dinləmə dərsi. İngiliscəsində vaxtın deyilməsi necə olur? Saat neçədir? What time is it? What time is it? Saat neçədir? İngiliscəsində saatın deyilməsinin müxtəlif yolları var. Məsələn, 1:50 saat biz deyə bilərik 1:50 və yaxud 10 to 2. Saat 2:20, 3:20 dəqiqə işləmiş necə deyirik? 2:20 deyə bilərik və yaxud deyə bilərik 20 past 2. Saat 6:30'dur. 7'nin yarısı necə deyirik? 6:30 də deyə bilərik və yaxud half past 6. Hər ikisi doğrudur. İngiliscəsində vaxtın deyilməsi time test, vaxtın deyilməsi, saatın deyilməsi haqqında olan test. Burada biz 5 suala baxacağıq və onların doğru cavablarını tapmağa çalışacağıq. 20 past 2. Birinci sual 20 past 2. 2'dən 20 dəqiqə keçmiş. Yəni 3'ə işləyib 20 dəqiqə. 2:20 və yaxud biz deyə bilərik ki 2:20. Quarter to 8. İkinci sual. Quarter to 8. 8'ə qalır 15 dəqiqə. Və yaxud deyə bilərik ki, quarter burada 15 dəqiqə deməkdir. Biz deyirik ki 15 minutes to 8 və yaxud deyirik ki 7:45. Məsəl bəndi burada doğru cavabdır. 5 to 2. 2'yə qalır neçə dəqiqə? 5 dəqiqə. 2'yə qalır 5 dəqiqə. 1:55. Dördüncü sual. Half past 6. 6'dan yarım saat keçib. Half past burada yarım saat deməkdir. Half past 6 doğru cavab saat 6:30'dur. Və yaxud biz deyirik ki 6:30 deyə bilərik. Beşinci sual 2:35. 2:35. 2:35 burada A bəndi doğru cavabdır.